Hansı sosial şəbəkələri reklam eləyək ki, satışımız artsın? TikTok, Instagram, Facebook, YouTube, Telegram. Deməli, indi bunu deyəcəm, bir də axırda vacib bir şey deyəcəm. Necə özünüz seçin də qərar verin ki, harda reklam eləyəsiniz daha çox. Deməli, oğlumla bir virtual oyun oynayırdıq, silahlarla atışda. Bu tək atan silahla çox yaxşı rəftar edirdi və soruşurdum ondan hansı silah yaxşıdır. Deyirdi ki, o tək atılan əladır. Onu götürürdüm, mən heç nə eləyə bilmirdim. Amma bir anı çox vuran silahla mən uğur qazana bilirdim. Onda da tərsi nə idi? O bir anı çox atandan vura bilmirdi, çətinlik çəkirdi. Ona görə deyirəm ki, hərənin özü yaxşı işlədə bildiyi və yaxud məhsulla əlaqəli və yaxud işlətmək tərzinə əlaqəli bir sosial şəbəkə var. İndi deyirəm, necə bəs seçəsiniz həmin sosial şəbəkəni və yaxud pulla eləyəsiniz, pulsuz eləyəsiniz. Ən gözəl üsul, sadə üsul. Dayanmırsınız, hamısını bir-bir yoxlayırsınız. Həm pulsuz, həm başqa sosial şəbəkə, həm bu birisi, həm pul bəzən qoyursunuz, bəzən qoymursunuz. Hansında daha çox siz effektiv olursunuzsa, o da yaxşı sayılır. Ümumi heç kim deyə bilməz ki, məhz bu yaxşıdır.